İnformasiya və informasiya prosesləri, informasiyanın təhlükəsizliyi mövzusunda bir sualın izahına baxaq. Sualda qeyd edilir ki, əlifbanın hərfləri ardıcıllıqla birdən başlayaraq 8-lik say sistemindəki rəqəmlərlə şifrələnib. Kitab ifadəsinin şifrəsini müəyyən edin. Biz əvvəlcə onu qeyd edirik ki, 8-lik say sisteminin rəqəmləri hansılardır? 0-dan 7-yə kimi. Yəni 7-dən sonra 8 və 9 rəqəmləri 8-lik say sisteminə aid deyil. Variantlarda 8 və ya 9 görsək, həmin variantları çıxarmalıyıq, çünki həmin variantlar düzgün deyildir. Hərflərin daha böyük şəkildə görsənməsi üçün altdan qeyd etdim. Deməli, kitab sözünü gəlin indi şifrələyik. Necə şifrələyirik? Əlifbanın ilk hərfi elə 1-dən başlayır. Burada şərtimizdə belə qeyd edilib. Deməli, A ilə 1 ilə başlayır. B2, C3, D4 baxın bu şəkildə davam edir. Əslində ilə baxan kimi görürük ki, kitab sözündə sonu A və B hərfləri son hərflərdir. Elə sonu 1 və 2 ilə bitən C variantını rahatlıqla götürə bilərik. Amma digər hərflərin də şifrəsini təyin edək. Bizə lazım olan Q, I və T hərfləri qalıb. Deməli, D hərfi 4-cüdür. Sonra 5, 6 və 7. 7-dən sonra artıq H hərfimiz 1 və 0 olaraq şifrələnir. I hərfimiz 1 və 1 hərfi olaraq, 1 və 1 rəqəmi. J 1, 2. K necə olacaq? 1, 3. Deməli, K-nı tapdıq 1, 3. Q hərfinin yerinə 1, 3 yazırıq. I-ni tapdıq 1, 1. I-ni yerinə 1, 1 yazdıq. Və T-ni də gəlib tapanda görəcəyik ki, 2 və 4 rəqəmidir. Buradan indi necə tapırıq? Hər 7 hərfdən 8-ci hərf bir mərtəbə vahiddə olaraq, yəni 1 0 oldu. Sonra 2 0 olacaq. 7 rəqəmdən 1, hərfdən 1 daha doğrusu. Bir də 3 0 olacaq. Bu şəkildə artır. T hərfi də olacaq 2 4-cü. 2 4 rəqəmi ilə şifrələnəcək. A ilə B-ni də tapdıq. A-mız 1, B-miz 2 isə neçə olmuşdu? 2 olmuşdu. Və budur, doğru cavab C variantı.